Heydər Əliyev Fondu daha bir əlilliyi olan gəncimizin yaradıcı potensialının inkişafına dəstək göstərib. Fondun layihəsi çərçivəsində istedadlı müğənni orqanizmin funksiyalarının 61-80% pozulmasına görə 2-ci dərəcə gözdən əlilliyi olan Səməd Novruzov bu il avqust ayının sonundan noyabrın əvvəlinədək İtaliyanın Florensiya şəhərindəki Avropa Akademiyasında vokal bacarıqlarını təkmilləşdirib. Mən Katedrale delle Immagine'də konsert verdim, 2 dəfə solo konsert və tanınmış İtalyan müğənnisi Chiara Panacci mənim duet ortağım oldu o konsertdə və mənim vokal texnikasından müəlliməm məşhur İtalyan müğənnisi Susanna Rigacci oldu. Mənə ən çox belə doğma olan, xoş təsir bağışlayan mənim opera repertuarı müəllimim Gianni Cini oldu və hətta mənə gedəndə bir dənə məktub verdi. Mən onu Azərbaycana dedi ki, çatanda oxuyarsan. Mən onu oxuyanda, tərcümə eləyəndə o qədər təsirləndim ki, o məktubdan. Yəni elə gözəl sözlər yazmışdı ki, yəni kövrəlməmək əldə deyildi. Həmçinin o, COP29 çərçivəsində Yaşıl Zonanın İncəsənət Pavilyonunda İnklüzivlik günü ilə əlaqədar Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təqdim edilən tədbirin bədii hissəsində də öz çıxışı ilə fərqlənib. Səməd Novruzov 2024-cü ildən mərkəzdə təlimçi vəzifəsində çalışır və mərkəzin konsert proqramlarında, müxtəlif tədbir və layihələrində fəal iştirak edir.